16-cı suala gələk. Bu sual 2024-cü il şans imtahanı sualıdır, qəbul sualıdır. Sualımızda soruşur ki, həm tabeililik, həm tabesizlik əlaqəsi işləmiş cümləni müəyyən edin. Tabesizlik əlaqəsi deyəndə sadalama nəzərdə tutulur. Yəni, ya söz sadalanmalıdır, yaxud da ki, cümlə sadalanmalıdır ki, biz burada tabesizlik əlaqəsinin varlığını bilək, müəyyən edək. Bir də tabeililik əlaqəsinə gələrik. Tabeillik əlaqəsinin mahiyyəti budur. Yəni, sözün biri digərin izah eləməlidir, aydınlaşdırmalıdır. Biz bunu belə başa düşməsək də, ən rahat yolu düşünürəm ki, belə ola bilər. Əgər biz cümləni sintaktik təhlil edə biliriksə, demək ki, orada tabeillik əlaqəsi var. Elə birinci cümləmizdən başlayaq. Bir günəşə, bir də ölümə dik baxılmaz. Nə edər? Baxılmaz xəbər. Nəyə baxılmaz? Günəşə baxılmaz, ölümə baxılmaz. Necə baxılmaz? Dik baxılmaz. İndi burada həm tabesizlik əlaqəsi var, həm tabeililik əlaqəsi var. Niyə? Günəşə və ölümə sadalanmış sözlərdir. Söz sadalanıbsa, deməli bu ikisi arasında tabesizlik əlaqəsi var. Həmçinin də tabeililik əlaqəsi də var. Bəs necə müəyyən elədim tabeillik əlaqəsinin varlığını? Sintaktik təhlil elədim. Yəni, buradakı sözlər təhlil olundu. Bilirik ki, zərflik xəbərdən asılıdır, tamamlıq xəbərdən asılıdır. Bax, görürük, yanaşı işlətmək. Yəni, mən iki sözü yanaşı işlədəndə bir məna ifadə eləyirsə, bir məna verirsə, deməli, burada tabeililik əlaqəsi var. Yəni, həmin sözlər cümlə üzvü vəzifəsində çıxış eləyəcəksə də, yəni cümləni təhlil eləyə bilirəmsə, tabeillik əlaqəsi var. Dünyanın malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən. Səcdə eləmə, kimsən, kədərlənərsən, kimsən. Burada da tabesizlik əlaqəsi var. Yəni, sadalanan xəbərlər var, yaxud da belə deyim də, sözlər sadalanıb xəbər olubdur. Nəyə səcdə eləmə? Dünyanın malına. Deməli, cümlə üzvü kimi, yəni o sözlər təhlil olunduğu üçün, deməli, burada tabeillik əlaqəsi var. İkini də götürdüm. Qaysaq bağlayan elə yaralar var, onlara toxunduqca sızıldayır. Burada artıq intonasiya var. Biz bunu belə götürə bilərik ki, var, sızıldayır, sadə cümlə, həmciz xəbər və s. yaxud da tabesi mürəkkəb cümlə. Adətən bunu belə müəyyən edə bilərik ki, qaysaq bağlayan elə yaralar var ki, yəni intonasiya ilə olan cümlənin tabeli yaxud da tabesiz olduğunu bilmək istəyirəmsə, ki, yaxud da ki, sa artıra bilirəmsə, deməli o tabeli mürəkkəb cümlədir. Yəni, üçü mən doğru cavab kimi götürə bilmirəm. Niyə? Burada yalnız tabelilik əlaqəsi var. Tabesizlik ola bilməz. Həm cümlələr arasında tabelilik əlaqəsi var. Bu baş cümlə, digəri isə budaq cümlə olur. Həmçinin də cümləmizdə işlənən sözlər cümlə üzvü olduğu üçün deməli tabelilik əlaqəsi var. Yəni sadalama yoxdur. Başqasının səhvinə dözsək də öz səhvimizə qarşı barışmaz olmalıyıq. Buna da deyirəm ki, burada da tabesizlik əlaqəsi yoxdur. Hə, axı müəllim, burada bəs sadalama var, vergül var və s. Burada sadalama yoxdur. Birincisi, bu vergüldə sə üstə gələk də. Yəni, biz də bilirik ki, sa üstə gələk da ədatı, bilirik ki, buradakı da ədatdır. Da ədatı varsa, burada bu cümlə tabeli mürəkkəb cümlədir. Budaq cümlə birinci və baş cümlə də ikincidir. Dördü də ona görə götürmədik ki, burada yalnız tabelilik əlaqəsi var, tabesizlik yoxdur. Dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi. Nə etdi bölündü? Nə dünya, yaxud hara dünya? Çatlar şairin ürəyindən keçdi. Nə şairin ürəyindən keçdi? Çatlar. Hə, bu cümləmizi götürə bilirik. Yəni, 5-i doğru cavab kimi götürə biləcəm. Niyə? Çünki burada olan sözlər cümlə üzvü kimi təhlil olundu. Həmçinin də cümlənin sadalanması var. Yəni, tabesiz mürəkkəb cümlədir. 6. Hər kəsi qınamaq və ya hamının işini tərifləmək ağılsızların işidir. Ağılsızların işidir xəbər. Nə ağılsızların işidir?
hər kəsi qınamaq, hamının işini tərifləmək. Burada bax, mübtədalar, yaxud da belə deyim, mübtəda vəzifəsində çıxış eləmiş söz birləşməsi bir-birinə nə ilə bağlanıb? Bağlayıcı ilə bağlanıb. Deməli, burada sadalama var. Sadalamanın göstəricisi, yaxud da belə deyim, tabesizlik əlaqəsinin göstəricisi olan tabesizlik bağlayıcısı var. Deməli, burada tabesizlik əlaqəsi var. Həmçinin də buradakı sözlər cümlə üzvü oldu. Deməli, burada tabellik əlaqəsi də var. 6 götürəcəyik. Yəni, doğru cavabımız 1, 2, 5, 6. Yəni, A bəndi olacaq.